Bir gün rəhbərin biri ilə görüşdüyəm. Rəhbər bir neçə şirkətləri var və şirkətlər qrupunun rəhbəridir. Müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Rəhbər pəncərə önündə danışırıq və rəhbər mənə bildirir ki, bax bizim ən böyük problemimiz aşağıda da bir nəfər şəxs gedir 40-45 yaşlarında. Deyir, bax o şəxsdir. Soruşuram ki, kimdir o şəxs? Deyir ki, o mənim müavinimdir. Biz onunla bərabər bu şirkəti illərdir qurmuşuq. Amma son 3 ildir ki, bu yoldaş mənim verdiyim komandaları ciddiyə almır. Özü üçün burada bir qruplaşma yaradıbdır. Artıq o öz siyasətini həyata keçirir. Mən də bütün layihələri onun üzərinə qurduğuma görə yəni aciz qalmışam. Nə onu kənarlaşdıra bilirəm, aramızda dostluq da var. O da nədənsə mənlə bunu uzlaşa bilmir və biz çox ciddi sıxıntı yaşayırıq. Mən bu şəxsi izlədim. Rəhbər pəncərədən ayrıldı və mən insanı izləyirəm. Deməli, bu şəxs yaxınlaşdı, baxalı böyük bir maşına əyləşdi. Onun hərəkətlərindən hiss elədi ki, yoldaş kəməri bağladı. Hətta qapıda bir axram var idi, pəncərəni yendirib. Ondan da salamlaşdı və şlaqbaum açıldı, bu şirkətin ərazisini tərk elədi, çıxdı. Çıxanda taksilər gəlir yolla, onlara da yol verdi və 50 metr qabaqda svetofor var idi, orada da dayandı və svetoforun müvafiq yaşıl işığı yanında da yavaş-yavaş hərəkətini davam elədi. Mən burada geriyə dönüb sahibkara dedim ki, müəllim, buradakı problem o yoldaşda deyil, o yetərincə disiplinli, nizam-intizamlı və qaydalara riayət edən adamdır. Düşünürəm ki, bəlkə də problem sizin mühitdədir. Yəni, adam açığı biraz belə aqressiv şəkildə bilir ki, mən niyə burada günahkaram, mənim burada nə problem var. Ona belə bir nümunə çəkdim, bəlkə də çoxunuz haqq verərsiniz və yaxud da ki, bu uyğun olmayan bir nümunə də ola bilər. Mən vurğuladım ki, gəlin təsəvvür eləyək ki, biz kiflənmiş, çürümüş bir meyvəni atırıq kislatalı bir mühitə və yaxud da çox duzlu bir mühitə, suyun içinə atırıq və baxaq görək həmin o kiflənmiş meyvə, o məhlulda, kislatanın içərisində kif arta biləcək, yəni oradan kiflənmə törüyüb daha da bakteriyalar çoxalma şansı varmı? Əlbəttə ki, yoxdur. Gəlin tərsini eləyək, eyni meyvəni şirin su olan, yəni bildiyimiz, içdiyimiz içməli suyun içərisinə ataq və 1-2-3 gündən sonra baxaq oradakı vəziyyətə. Orada onlar yüzlərlə, minlərlə qat törəmiş olacaq. Niyə? Fərq nə idi? Hər ikisində də kiflənmiş bir mühit var. Oradakı fərq ondan ibarətdir ki, bizim yaratdığımız mühit, o kislatan mühiti, o bakteriya üçün uyğunsuz olan bir məhsul və yaxud da şəxs üçün uyğun mühit olmadığına görə o orada törüyüb arta bilmədi. Ancaq şirin su hövzəsində isə ona yetərincə uyğun mühit olduğuna görə onun içindəki o bakteriyalar, o mənfi xarakterlər dərhal büruzə verə bildi və çox bərbad bir vəziyyət yaratdı. Eyni şey bizim iş mühitimizə də aiddir. Yəni iş mühitində rəhbərin qoyduğu ədalətli qərarlar, şifahi yox, yazılı qərarlar, öyrədilmiş qərarlar, öyrədildiyindən əmin olunmuş qərarlar. Bax, bunları dəfələrlə vurğuluyorum. Çünki divara yazıb yapışdırmaqla insanları fərqindəliyinə sahib olmaq mümkün deyil. Məlumatlı olmaq ayrı şeydir, fərqindəliyi ayrı şeydir. Hər kəs bilir ki, siqaret çəkmək zərərlidir, amma çox adam çəkir. Baş sağandakı xərçəng xəstəliyinə səbəb ola bilər, onda bəziləri çəkməyə bilər. Eyni şəkildə də qaydalara aiddir. Qayda qoymuşuq, bunlar belə olacaq, amma kimlərsə bunu etmir, etmədiyi halda da heç nə baş vermir. Bu zaman nə olmuş olur? Bakteriya üçün mühit yaratmış oluruq. Yəni, belə deyək, insanların içindəki o tənbəllik, o nizam-intizamsızlıq üçün gözəl bir mühit yaranır. Əksi olduğu halda isə insanlar çox gözəl bilir ki, onlarda nə baş verəcək. Bizim həmin bayaqki qəhrəmanımız da nədən çəkinirdi? Onun cərimə ödəməyə yetərincə pulu var idi. Sadəcə olaraq oradakı kameralar, o bilirdi ki, dərhal ona kamera cəriməsi gələcək, həmin o müavindən danışırıq və o taksilərə yol verdi, 300 minlik maşın sürən adam. Niyə? Çünki el qınağından qorxur. Orada taksi şoförü ona öz iradını bildirə bilərdi. Qıraqdan kimlərsə baxıb onu negativ bir düşüncədə ola bilərdi ki, bu insana bax, gör, nə eləyir, insanları tapdalayır və s. Nə oldu? Bu qınaqlar onun qorxu obyektinə çevrildiyinə görə o özünü çox gözəl apardı. Demək ki, biz rəhbər olaraq da şöbələrimizdə, departamentimizdə, öz holdingimizdə o mühiti yaradarsak, o həmin o kamera mühitini, həmin o cərimə mühitini, həmin o ictimai qınağı yaradarsak, yetərincə olaraq insanlarda bir disiplinə sahib ola bilərik. Hətta içində o mənfi təsiri olan yoldaşları belə nizam-intizama gətirmək mümkündür.